Konfransı açıq elanı Şolaqsız qonaqlarla baş məşqçi Xalid Məhəmməd edilir. Öncədən mən Qarabağ komandasını təbrik eləmək istəyirəm. Qələbə münasibəti ilə layiqli bir qələbə qazanıblar. Qat-qat Azaldan bugün üstün futbol oynayıblar. Bilirdik ki, oyun ağır olacaq. Bilirdik ki, bugün Qarabağ oyunuza çox ciddi hazırlaşır. Bilirdik ki, bugün hər iki komandanın həlledici bir oyundur. Bizim qələbəmiz olan bir halda biz aralana bilərdik və lider qrupasında öz yerimizi möhkəmləndirə bilərdik. Bilirdik ki, Qarabağ məğlub olsa lap belə-axır bir vəziyyətə düşəcək və bugün əlindən gələn eləcək ki, qələbə qazansın. Deyə bilərəm ki, Qarabağ bugün bizim silahımızla bizi vurdu. Yəni, mərkəzdə pressing tətbiq eləməklə bizim oyuncularımıza demiyorlar ki, imkan vermək futbol oynamağa. Biz buna hazırlaşırdıq, ancaq görürəm ki, komandamızın gücü get-gedə oyuna tükənir. Yəni, bugün hələlik biz belə bir sıx qrafikdə və hər bir oyunda yüksək tempi qoruyub saxlamağa qadir deyilik, yəni o gücdə deyilik, bunu deyə bilərəm. Ancaq oyun şəxsən xoşuma gəldi, düzdür. Bəlkə də məğlub olmazdıq Muharrem vurulan qolda biz sünni oyundan kənar vəziyyət yaratmağa can atmasaydıq. Yəni, səhvlərimiz var, işləyəcək, biz yeni bir komanda formalaşdırırıq. Problemlərimiz də çoxdur, həddindən artıq çoxdur. Ən vacib odur ki, o problemləri həll eləmək üçün o yollarını axtarıb tapmalıyıq, eləməliyik. Ancaq yenə deyirəm ki, bugün 11-ci turda Azal komandasının ən zəif oyunu keçirdib, Heyif ki, ən vacib oyunda ən zəif oyunu keçirdib. Bunu da araşdırmağa çalışacaq, görükür. Hansısa problemlərimiz var. Ancaq yenə deyirəm ki, çox da Azaldan tələb eləməyik bu il. Ən vacib odur ki, mən həmişə bunu bildirirəm ki, atılan addımımız səhv deyil və gələcəkdə hesab edirəm biz güclü bir Azal komandası yarada biləcəyik.